Sistemə etfizhealth.gov.az Dropforma 103 linki vasitəsilə daxil olmaq lazımdır. Daha sonra müəssisəyə öncədən təqdim edilmiş istifadəçi adı və şifrə yazıldıqdan sonra daxil ol düyməsi vurulur. Yüklənmiş ilk səhifədə 3 modul seçimi təqdim edilmişdir. Doğum haqqında tibbi şəhadətnamə AZS 103, perinatal ölüm haqqında tibbi şəhadətnamə AZS 106-2, ölüm haqqında tibbi şəhadətnamə AZS 106. Doğum haqqında tibbi şəhadətnaməni yazmaq üçün bu menyuya keçid almaq lazımdır. Yüklənmiş səhifədə axtarış paneli, ana səhifə və yeni şəhadətnamə menyusu yerləşdirilmişdir. Axtarış hissəsində tarix aralığı yazmaqla formanın nömrəsinə, şəxsi məlumatlara, sənədin nömrəsinə və unikal koda görə axtarış apara bilərsiniz. Ana səhifə menyusu vasitəsilə modul seçimi səhifəsinə keçə bilərsiniz. Yeni forma AZS 103 yazmaq üçün yeni şəhadətnamə düyməsinə vurmaq lazımdır. Yüklənmiş səhifədə yeni şəhadətnamə yazmaq üçün məlumatları doldurmaq lazımdır. Ana və ata haqqında məlumatları yazmaq üçün sənədin növünü seçməlisiniz. Şəxsiyyət vəsiqəsi, xarici vətəndaş, sənədsiz seçmək imkanınız var. Sənədin növü şəxsiyyət vəsiqəsi seçdikdə sənədin seriya nömrəsi yazılıb, yoxla düyməsi vurulur. Digər məlumatlar şəxsiyyət vəsiqəsi əsasında bazadan tapılacaqdır. Daha sonra təhsili, daimi yaşadığı ünvan göstərilməlidir. Uşaq haqqında məlumatlarda Veskis kodu avtomatik proqram tərəfindən verilir. Uşağın soyadı, adı, atasının adı, doğum tarixi, cinsi, doğuşu qəbul edən, doğulduğu ünvan, doğuşun baş verdiyi yer göstərilir və həkim seçilir. Əlavə tibbi məlumatlarda aşağıda göstərilən məlumatlar daxil edilməlidir. Uşağın neçə döllü doğuşdan doğulması, əgər çox döllü doğuşdan doğulubsa, əkizlərdən neçənci olduğu göstərilməlidir. Uşaq hamiləliyin neçənci həftəsində doğulub, neçənci hamiləlikdir, neçənci doğuşdur, doğuşun gedişi seçilməlidir. Bu anadan diri və ölü doğulan uşaqların sayı göstərilməlidir. Uşağın çəkisi qramla və boyu santimetrlə göstərilməlidir. Apgar şkalasının qiyməti 5 təsnifata görə müəyyən edilir. Hər təsnifat 0-2 arası qiymətləndirilir. Bu təsnifatlar bunlardır: ürək döyüntülərinin sayı, tənəffüs, əzələ tonusu, reflektor oyanıqlıq, dəri örtüyünün rəngi seçildikdən sonra qəbul et düyməsi vurulur. Daha sonra uşağın diri doğulma əlamətləri seçilməlidir. Göbək bağında nəbz, iradə əzələlərin müəyyən hərəkətləri, tənəffüs, ürək döyünmə. Ananın və yeni doğulmuşun neçə gün sonra başqa şöbəyə köçürülməsi, evə yazılması və ya ölməsi barədə məlumat qeyd edilir. Aşağıda göstərilən əlavə tibbi məlumatları lazım olduğu halda proqramda seçməlisiniz. Hamiləlik dövrünün tibbi risk faktorları, hamiləlik dövrünün başqa risk faktorları, doğuş ağırlaşmaları, yeni doğulmuşun ağırlaşmaları, mama əməliyyatları, anadan gəlmə anomaliyalar. Yeni doğulmuşun ana və atanın qan qrupu və rezus faktoru mütləq göstərilməli, həkimi seçməli
və sənədin verildiyi tarixi göstərməlisiniz. Peyvənd məlumatları yazılmadığı halda məlumatı sistemə daxil etmək mümkün olmayacaq. Peyvəndləri yazmaq üçün peyvəndləri daxil et düyməsinə vurmaq lazımdır. Bu hissədə uşağa vurulan peyvənd məlumatları daxil edilir. Peyvəndin adı, peyvəndin vurulma tarixi, peyvəndi vuran tibb bacısı, peyvəndin statusu, peyvəndin dozası, peyvəndin ölçü vahidi, vaksinin seriya nömrəsi, vaksinin son istifadə tarixi haqqında məlumatlar doldurulmalıdır. Əgər peyvənd təxirə salınıbsa, o zaman peyvəndin statusu xanasında təxirə salınıb seçilir və təxirə salınma səbəbi qeyd edilir. Peyvənd haqqında məlumatları daxil etdikdən sonra bağla düyməsi vurulur. Məlumatları lazımı xanalara daxil etdikdən sonra, əgər daxil etdiyiniz uşaq əkizdirsə, daxil et və növbəti əkizə keç düyməsi, məlumatları ləğv etmək üçün imtina düyməsi, yaddaşa yazmaq üçün isə məlumatı sistemə daxil et düyməsi vurulmalıdır. Yaddaşa yazdıqdan sonra forma AZS 103-ü çap edə bilərsiniz. Əvəzləmə kartı forma AZS 113 yazmaq üçün 113 formasına keçid düyməsini vurmalısınız. Yüklənmiş yeni səhifədə lazımi məlumatları doldurmaq lazımdır. Deaktiv olan xanalardakı məlumatlar forma AZS 103-dən olan məlumatlardır. Ana haqqında məlumatlarda faktiki yaşadığı ünvan, doğum haqqında məlumatlar, əvvəlki hamiləliklər barədə məlumat, doğuşun gediş xüsusiyyətləri, davamiyyət, anada və döldə doğuş vaxtı fəsadlar, ağrısızlaşdırma, işlənib işlənməməsi barədə, ağrısızlaşdırma işlənilibsə effektivliyi, doğuş sonraki xəstəliklər, doğum evindən çıxarkən ananın vəziyyəti qeyd edilməlidir. Növbəti addımda uşaq haqqında aşağıdakı məlumatlar yazılmalıdır. Doğum evindən çıxarkən uşağın çəkisi, doğularkən asfiksiya olub-olmamağı, əgər olubsa dirilməsi üçün tədbirlər görüldüyü haqqında məlumat, doğum evində həyatının neçənci günündə döşə qoyulub, əgər donor südü ilə əmizdirilibsə səbəbi, həyatının neçənci günündə göbəyi düşüb, diaqnoz XBT kodla, müalicə, doğum evindən çıxarkən uşağın vəziyyəti qeyd edilir. Peyvənd haqqında məlumatlarda vərəmə qarşı vaksinasiya olub-olmaması qeyd etməli, əgər olmayıbsa səbəbini göstərmək lazımdır. Tövsiyələrə və xüsusi qeydlərə lazımi qeydiyyatları apara bilərsiniz. Sonda həkim mama-ginekoloq və həkim neonatoloqun adı seçdikdən sonra sənədin verilmə tarixini göstərib, məlumatı sistemə daxil et düyməsi vurmaqla forma AZS 113-ü çap edə bilərsiniz. Əgər ana haqqında məlumatda sənədin növü hissəsində sənədsiz seçiriksə, məlumatları yaddaşa yazdıqdan sonra akt tərtib olunmalıdır. Bunun üçün məlumatları sistemə daxil et düyməsini vurduqdan sonra akt düyməsi seçilir. Yüklənmiş səhifədə ilk öncə ananın şəkli yüklənməlidir. Bu düymə ilə şəkli seçirik və yüklə düyməsini vururuq. Daha sonra aşağıdakı xanalar doldurulur. Aktın nömrəsi, tibb müəssisəsinin adı, baş həkimin adı, soyadı, tibb müəssisəsinin şöbəsinin adı, şöbə müdirinin adı və soyadı, şöbənin həkim mama-ginekoloqun adı və soyadı, ananın vəziyyəti, ananın təvəllüdü, ananın adı, soyadı, ata adını təsdiq edən əsas, müəssisəyə daxil olma tarixi və saatı və forma AZS 96-nın nömrəsi.
Xanaları doldurduqdan sonra məlumatı sistemə daxil et düyməsini vurub sənədi çapa veririk.